İmam Zaman adına Xilas Fondu sosial cəhətdən həssas ailələrə dəstək layihələrini davam etdirir. Bu dəfə fond Marneolidə avtomobil təmiri ilə məşğul olan gəncə ailəsinin sosial xərclərini qarşılaya bilməsi üçün 10.000 lari dəyərində avadanlıqla dəstək olub. Fonddan verilən məlumata görə uzun illər avtomobil dəmirçisi ustanın yanında təcrübə qazanan sosial cəhətdən həssas gənc fondun göstərdiyi dəstək sayəsində artıq öz işini qurub. Avtomobil dəmirçilərinin istifadə etdiyi son model robot texnikanın alınması üçün ona 10.000 lari məbləğində yardım göstərilib. Fondun fəaliyyətini din xadimləri yüksək qiymətləndiriblər. Artıq neçənci demək olar ki, 4-cü haldır. Ümid edirik ki, inşallah bundan sonra da yenə davam edəcək. Bu gözəl fond, burada olan qardaşlar ki, buna rəhbərlik edirlər, özümüzü və burada yaşayanlar adından, hər birimizin adımızdan təşəkkürümüzü bildiririk. Çox xeyir əməldir, çox xeyir işlərdən biridir. Özü də bunun fərqlisi budur ki, başqa fondlara nisbətən bu fond yardımı edir və ondan sonra da yəni bir dəfəlik bir yardım edir ki, o insan daha da işini genişləndirsin, daha da fəal olsun, daha da gəlir əldə edə bilsin. Orada olan bütün qardaşlara təşəkkürümüzü bildirirəm. Allah onlardan razı olsun. Bir nəfər gənc qardaşımıza, ustaqa gənc qardaşımıza maşın avadanlıqları və yaxud təmiri üçün robot texnika hədiyyə olunubdur. Və bunun ümumi dəyəri 10.000 lari. Dəstək göstərən qardaşlardan hamısından təşəkkür edirik və bu kimi gözəl fəaliyyətlərin davamı gələcəkdir Allahın izni ilə. Allah hamıdan razı olsun. Qeyd olunub ki, yaxın vaxtlarda daha 2 sosial cəhətdən həssas ailələr məşğulluqla təmin olunacaq. Xatırladaq ki, 2024-cü ilin aprel ayında təsis olunan İmam Zaman adına Xilas Fondu fəaliyyətə başladığı gündən az təminatlı ailələrin məşğulluq və gəlir imkanlarını artırmaq üçün müxtəlif layihələr həyata keçirir. Fondun təşəbbüsü ilə daha əvvəl bir ailəyə 12.500 lari dəyərində 3 iri buynuzlu və 3 xırda buynuzlu heyvan, Qızıl Hacılı kəndində yaşayan başqa bir ailəyə isə 7.000 dollar dəyərində Ford Fusion markalı avtomobil təqdim edilib ki, həmin ailə taksi fəaliyyəti göstərərək dolanışını təmin edə bilsin. Marneoli şəhərində yaşayan tənha və ehtiyac içində olan bir qadına isə 1500 lari dəyərində tikiş maşını hədiyyə olunub. Fondun əsas məqsədi az təminatlı ailələri yoxsulluqdan çıxarmaq, onların həyat şəraitini yaxşılaşdırmaq və uzun müddətli inkişafı təmin edən dayanıqlı məşğulluq imkanları yaratmaqdır. Fonda üzv olmaq və dəstək göstərmək istəyən şəxslər 568 00 00 90 nömrəsi ilə əlaqə saxlaya bilərlər.